Əslində əsl dua nədir Evet. soruşsanız, mən deyərəm ki, əsl dua heç nə istəməməkdir. Əsl dua sadəcə var olduğun üçün sonsuzluğa, Allaha, yaradana təşəkkür etmək, şükr etməkdir. Hər bir şey üçün şükr etməlisən. Hər bir şey üçün. Sənin gözünə görünə bilər ki, mən hal-hazırda çətinlik yaşayıram, mənim hal-hazırda pulum yoxdur, xəstəliyim var, o var, bu var. Amma sən bunu bir prizmadan baxırsan. Sən bu vəziyyətə bir bucaqdan nəzarət eləyirsən. Başa düşürsənmi, düşmürsən, o ayrı məsələdir. Amma sonsuzluq Allah yaratdığı qalaktikalar var, planetlər var ki, astrologiyanı bilənlər biləcək ki, yəni Saturnun bizim həyatımıza necə təsiri var, Neptunun bizim həyatımıza, Saturn Yupiter. deyəndə hamı hürkür. Bəli, hamı hürkür. Amma elə bürclər var ki, məsəl üçün bu ay ona yazılıb ki, Saturn bu ay sənin həyatına mənfi təsir eləyəcək. Misal olaraq. Amma insan dua edəndə